Salam. Bugün əlimizdə doğrusu çox kəskin iddialar olan bir mənbə var. Deyir ki, müasir feminizm kişilərə, xüsusilə də boşanma kimi məsələlərdə ciddi ziyan vurur. Görəsən bunun kökündə nə dayanır? Salam. Bugün baxacağımız material feminizmə qarşı Red Pill, kişi gerçəkləri adlanır. Və bu mənbənin əsas iddiası oldu ki, feminizm kişilər və cəmiyyət üçün, belə deyək də, mənfi nəticələr yaradır. Buna qarşı da bir Red Pill fəlsəfəsi təklif edir, eləmi? Bəli, Red Pill. Bizim də məqsədimiz bu mənbədəki əsas arqumentləri anlamaqdır. Amma başlarkən qeyd edim ki, biz burada sadəcə mənbədəki fikirləri çatdırırıq. Bəli, təsdiq və ya tənqid etmə fikrimiz yoxdur. Sadəcə bu baxış bucağını, bu arqumentləri anlamağa çalışırıq. Məhz. Yaxşı, başlayaq onda, birinci tənqiddən. Deyilir ki, müasir feminizm kişilərin problemlərini, məsələn, boşanma zamanı uşaqların əmlakın itirilməsini, sanki görməzdən gəlir. Hətta konkret rəqəmlər də var. ABŞ statistikasına istinad edilir. Necə idi o? Boşanmadan sonra kişilərin gəliri 30-40% azalır. Bəli, mənbəyə görə belədir. Qadınlarınki isə çox vaxt dəyişməz qalır. Və bir hekayə də var, təsirli olsun deyə, Xəyal adlı birinin hekayəsi. Evini, maşınını, hətta uşaqlarını itirməsi çox-çox ağır səslənir. Məhz. Mənbə bu statistikaları, bu hekayələri istifadə edir ki, sistemin kişilərə qarşı qərəzli olduğu fikrini gücləndirsin. Yəni, güya feminizmin təsiri ilə. Və iddia edirlər ki, əsl bərabərlik hər iki tərəfin məsuliyyətini tanımaqdır. Düzdür, amma mənbəyə görə feminizm bir tərəflidir, yalnız qadın maraqlarını önə çəkir. Belə təqdim olunur. Bu, onların əsas tənqidlərindən biridir. Maraqlıdır. Boşanmadan sonra mənbə keçir münasibətlərin özünə və hipergamiya anlayışını ortaya atır. Hipergamiya, yəni Red Pill yanaşması deyir ki, qadınlarda təbii bir instinkt var, özlərindən daha yüksək statuslu partnyor axtarmaq. Və feminizm buna necə təsir edir? Mənbə iddia edir ki, feminizm bu instinktin, necə deyim, sərhədsiz olmasına şərait yaradır. Yenə bir nümunə var, Murad. İşini itirir, statusu azalır. Və sevgilisi onu tərk edir. Bəli. Və mənbə bunu birbaşa feminist mesajlarla əlaqələndirir. O, özünü birinci yerə qoy, öz dəyərini bil tipli şüarlarla. Yəni deyirlər ki, bu mesajlar qadınları münasibətlərə daha çox mənə nə faydası var prinsipi ilə yanaşmağa sövq edir. Tam olaraq. Nəticədə də kişilərin dəyəri sosial və maddi statusla ölçülür. Mənbənin iddiası budur ki, bu qeyri-sabit, marağa əsaslanan münasibətlər yaradır. Yaxşı, problemi belə qoyurlarsa, həll yolu nədir? Çıxış yolu kimi nə təklif olunur? Bax, burada bettadan alfaya keçid ideyası gəlir. Betta, alfa, yəni? Mənbə deyir ki, feminizm kişiləri pasivləşdirir, həssas edir, yəni beta roluna salır. Red Pill isə əksinə, deyir ki, kişilər emosional nəzarəti, özünə inamı, liderliyi, yəni alfa xüsusiyyətlərini inkişaf etdirməlidir. Yenə bir nümunə var idi deyəsən, Elçin. Elçin. Güya bu Red Pill prinsipləri ilə özünə inamı artırıb, karyerasında yüksəlib. Yəni Red Pill bir növ resept kimi təqdim olunur. Kişilərə itirilmiş gücü, maskulinliyi qaytarmaq üçün. Əsas prinsiplər nədir bəs? Öz dəyərini bilmək, liderlik. Bəli, məsuliyyət götürmək. Hətta münasibətlərdə də, belə deyək, bir tarazlıq yaratmaq üçün mənə faydası nədir sualını vermək. Açıq şəkildə kişi mərkəzli bir yanaşmadır. Aydındır. Amma məsələ təkcə fərdlərlə bitmir, deyəsən. Mənbə daha geniş miqyasda da nələrsə iddia edir, cəmiyyət səviyyəsində. Bəli. İddia edilirlər ki, feminizmin sosial nəticələri də var. Məsələn, Qərbdə boşanmaların artması 50%-dən çox olduğu deyilir. Azərbaycanda doğum səviyyəsinin azalması da qeyd olunur. Düzdür. Ailə anlayışının zəifləməsi, hətta belə bir nümunə də var, qadının özünü tapmaq üçün ailəsini tərk etməsi. Yəni, yekun arqument budur ki, feminist ideallar, o sərhədsiz azadlıq, karyera öncəliyi, ənənəvi ailə dəyərlərini və sosial sabitliyi sarsıdır. Məhz, mənbənin demək istədiyi budur. Feminizmi təkcə şəxsi münasibətləri deyil, bütün sosial quruluşu zədələyən bir qüvvə kimi göstərməyə çalışırlar. Beləliklə, gəlin bir ümumiləşdirmə aparaq. Bugün baxdığınız mənbə deyir ki,
Feminizm kişilərə zərər verir, boşanma, hipergamiya onları zəiflədir, həmçinin cəmiyyətə də mənfi təsir edir, ailəni zəiflədir. Və cavab olaraq da Red Pill fəlsəfəsini təqdim edir. Kişi mərkəzli bir həll yolu kimi. Bir daha xatırladaq ki, biz sadəcə bu mənbənin perspektivlərini, ideallarını sizə çatdırdıq. Bəli, və yekunda bir düşünməli sual qoyaq ortaya. Əgər mənbənin dediyi kimi, münasibətlər həqiqətən də müəyyən qədər qarşılıqlı faydaya əsaslanırsa, Onda səmimiyyət, bağlılıq harda qalır? bax bu sual. Və ya əks tərəfdən, feminizm tərəfdarları bu spesifik tənqidlərə, boşanma nəticələri, hipergamiya kimi məsələlərə necə cavab verərdilər? Həqiqətən də üzərində düşünməyə dəyər suallardır.